Milli Dirçəliş Günü və ya müstəqilliyə aparan yolun başlanğıcı. 1988-ci il noyabrın 17-sində başlanan həmin hadisə Azərbaycan tarixinə milli dirçəliş aksiyaları kimi düşdü. Öz haqqına, azadlığına və torpaqlarına sahib çıxmaq istəyənlər bir yumruq altında birləşərək birlik və bərabərlik naminə mübarizə apardılar. Əl-ələ verən insanlar təkcə Sovet İmperiyasına etiraz etmirdilər, həm də milli mənəvi dəyərlərin qorunması uğrunda bir araya gəlirdilər. Bu aksiyalar xalqın öz taleyinə sahib çıxmaq əzmini daha da gücləndirirdi və müstəqilliyə gedən yolda geniş ictimai birlik yaratdı. Milli Dirçəliş Günü Azərbaycanın müstəqillik yolunda atdığı ən mühüm addımlardan birini xatırladan tarixi gündür. Bu bayram 1988-ci il noyabrın 17-sində Bakıda başlayan milli azadlıq hərəkatı ilə bağlıdır. Meydanlara toplaşan insanlar azadlıq, ədalət və milli birlik tələb edirdilər. Xalq illərlə davam edən əsarətdən qurtulmağa can atırdı. Bununla da Azərbaycanda meydan hərəkatı daha da genişlənərək kütlələrin birliyini, iradəsini və dəyişiklik arzusunu açıq şəkildə ortaya qoydu. İttifaq dövlətinin rəhbərləri Bakıya qoşun yeritdilər. SSR-nin müxtəlif ərazilərindən dislokasiya edilən daxili qoşun qüvvələri dekabrın 3-dən 4-ünə keçən gecə meydana daxil olaraq mitinqi dağıtdı. Bakıda fövqəladə vəziyyət elan edildi. Uzun müddət davam edən mitinqlər daxili qoşunlar tərəfindən dağıdılsa da, Azərbaycan xalqının milli azadlıq hərəkatının qarşısını almaq mümkün olmadı. İlk dəfə həmin meydanda üçrəngli Azərbaycan bayrağı dalğalandı. Azadlıq, müstəqillik arzuları səsləndi. Bakının ən böyük meydanının adı dəyişilərək Azadlıq meydanı oldu. Həmin mitinqlər Sovet dövründə Azərbaycan xalqının siyasi fəallığının açıq şəkildə görünməsi ilə seçildi. Dirçəliş hərəkatı insanlardan milli özünü dərk hissini gücləndirdi. Bu proses Azərbaycanın müstəqilliyə aparan yolunun ideoloji əsasını formalaşdırdı. Hərəkat həm də xalqın milli şuurunu gücləndirdi, insanlar tarixinə, dilinə və mədəniyyətinə daha çox sahib çıxmağa başladılar. Mətbuat və ədəbiyyatda milli mövzular geniş yayıldı, azad fikir mühiti formalaşdı. Dirçəliş ideyaları gənclər arasında milli vətənpərvərlik hissini artırdı. İnsanlar öz hüquqlarını müdafiə etməyi öyrəndi və ictimai-siyasi məsələlərdə fəal iştirak etməyə başladılar. Milli Məclisin üzvü Bəhruz Məhərrəmov bildirir ki, milli dirçəliş həm də 44 günlük vətən müharibəsində ərazi bütövlüyümüzün bərpası və haqq-ədalətin öz yerini tapması ilə özünü göstərdi. Dirçəliş amilinin əsl mahiyyətini isə biz 2020-ci ilin noyabr ayının 8-də Cənab İlham Əliyevin Şəhidlər Xiyabanından Azərbaycan xalqına müraciət edərək Əziz Şuşa, Əziz Qarabağ, biz səni dirçəldəcəyik deməyi ilə başladı. Bu, həm beynəlxalq hüququn aliliyinin təmin oldu, Azərbaycanın suverenliyinin bərqərar olmasına, sərhəd bütövlüyünə doğru ən mühüm addım olmaqla, həm də bütövlükdə hüququn, haqqın bərqərar edilməsi ilə nəticələndi. Azərbaycan vətəndaşları konstitusiyada ifadə olunan niyyətlərə, məqsədlərə və onlar üçün təmin olunan hüquqlara doğru daha da irəliləyiş əldə etmiş oldu. Milli Dirçəliş Günü həm də azadlıq uğrunda mübarizə aparan insanların xatirəsinə ehtiram günüdür. Bu tarix Azərbaycan cəmiyyətində milli kimliyin qorunmasının vacibliyini vurğulayır. Milli Dirçəliş Günü bu gündə azadlıq, birlik və milli özünü dərkin parlaq təcəssümü kimi yaddaşlarda yaşayır.